Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, əmək pensiyaları haqqında qanunun 8-ci maddəsinə əsasən həmin qadınların pensiya yaş həddi 5 il azaldılır. Bunu Sınıfının Sosial Ödənişlər Departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib. Əlizadənin sözlərinə görə, yəni hazırda 2025-ci ildə qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq. Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur. Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə 100 manat məbləğində təqaüd təyin olunur. Məlumat üçün bildirək ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin aprelin 7-də keçirilən iclasında əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi təklif olunub. Təklifə əsasən, əmək pensiyaları haqqında qanunun 2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, 8-ci maddə bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdan boy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, 9, 2-ci maddə həmçinin orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ağıllara, yaşı 70-ə çatmış şəxslərə, qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.